ikinci cəlbə deyir ki, bu ondan da pisdir. Çünki təkfir eləyəndə bu mühümdür. Bu təkfirçilər bunu başa düşməyib. Təkfirdən sonra nələr gəlir? Deyir ki, Hafizullah, və əgər sən bir adama təkfir eləyirsənsə, deməli onu çıxardırsan İslamdan. O deməli artıq müsəlman deyil, çıxdı İslamdan. Bu nəyə dəlalət edir? Ondan sonra nələr gətirir, çıxardır, səbəb olur? Birinci, deməli o əgər zövcəsi varsa, ailə qurubsa, ailəsi ondan ayrılmalıdır. Çünki kafirlə yaşamaq olmaz mürtədlə. Nə onun mirası düşür onun övladlardan, nə də mirası götürə bilərlər uşaqlar ondan. Çünki kafirinin miras götürülmür. Və həmçinin əgər ölsə o cür yuyulmur, kəfənlənmir, cənazə namazı qılınmır ona, dua olunmur ona və həmçinin müsəlmanların qəbristanlığı bastırılmır. Gör təkfirin nəticələri nədir? Lakin problem budur ki, təkfirçilərin çoxsunu fikir versən. Deyir, atam kafirdir, anam öləndə ona kəfənləyirlər. Məsələn, deyir, atam kafirdir, atası öləndə evin götürür atasının. Əgər atan kafirdirsə, sənə heç nə düşmür. Qəribə. Görürsən, atası ölür, aparır, yuyurlar. Da cənazə qıldırırlar, özü də yanır. Deyir, atam kafir idi. Bu ziddiyyatı başa düşmürük. Ona görə şeyx deyir ki, ikinci cərimə budur. Birinci cərimə nədir? Allahın elimsiz danışmaq. Şirkdən, hətta bir ayədə şirkdən də böyük günahdır bu. İkinci də nəyə gətirib çıxardır? Təkfir.